Sualı həll etmələndə cavabı tapmaq mümkündür. Gəlin bərabər sualın izahına baxaq. Deməli, əziz dostlar, burada göründüyü kimi yuxarının ümumi dərəcəsi neçədir uşaqlar? 4-cü dərəcə. Elə deyilmi? Çünki 2-ci dərəcə buradadır və onun qüvvətli olaraq 2-ci dərəcə buradadır və 4-cü dərəcədir. Aşağıda da çox əzimiz neçənci dərəcədir? 2-ci dərəcədir. Deməli, biz bunların orantısını ayrı formada yazsaq və nəticədə bizə 2-ci dərəcənin bir denkləm, yəni tənlik verilməlidir. Gəlin baxaq görə 2-ci dərəcədən tənlik hansılardır? Və yaxud da ki, 2-ci dərəcədən tənlik verməsə də orantısı, yəni nisbəti 2-ci dərəcəni verən bir cavab axtarmalıyıq. Deməli, birinciyə baxsaq uşaqlar, A variantında 2-ci dərəcədən bir tənlik yoxdur, B variantında yoxdur. D variantında göründüyü kimi uşaqlar eyni dərəcədən olduğuna görə bunlar 0-cı dərəcədən gedir. Eyni dərəcədən olduğuna görə Y variantda 0-cı dərəcədən gedir və C variantına diqqət etsək, bunları bir-birinə vuranda 2-ci dərəcənin denkləm sadəcə C variantdadır. Deməli, bu sualın cavabı saniyələr içərisində tapıla bilər. Yəni, həll etmələndə birbaşa analiz versiyasına cavabı tapmaq mümkündür.